Oyuna pis başladıq düşünürəm. Nefsi daha yaxşı başladı. Aktiv başlamadıq. Çox səhvlər elədik. Öz yarım meydanımızda top itkilərimiz çox oldu. Ona görə gol buraxdıq amma yəqin 2-0-dan, hətta ikinci hissədən də sonra yox. 2-0-dan sonra komanda yavaş-yavaş özünə gəlməyə başladı və Sən ikinci hissədə daxil oldun. Yəni baş məşqçi konkret nələr tapşırmışdı? orta xəttə daxil oldu. Orada oyunda ortada dinamikliyi, ikinci topları götürməyini və hücumlarda aktiv iştirakını istədi. Düşünürəm ümumi olaraq alındı. Sənin qolundan sonra yəni düşündünmü artıq oyunun taleyi həll olundu? Düşünmədim, yox, yəni çox rahatlatdı bu qol bizi, çünki 2 top fərqi oldu, amma oyundan qopmadıq. Oyunun son saniyəsi kimi, yəni oyun elə bir 0-0 idi. O mentalitetlə oynayırdıq. Və hər oynamasaydıq bəlkə qələbəni də əldə edə bilərdik, amma Allah'a şükür hesabı gol edirdik. Növbəsi Turda Sumqayıtla oynayacaqsınız. Həmin oyundan gözləntilər nədir? Xal itirmək olmaz, çox çətin, ağır bir perioda girdik. 6 tur qalıb. Hər xal ki bizə ağır başa gələ bilər. Ona görə yenə bu oyunları necə çıxırdıqsa, necə qəlib üçün çıxırdıqsa oynadı, həmçinin də çıxacaq. Bu Araz xal itirmişdi. Bu məqam necədir? Bizə biraz motivasiya verdi. Bəli, oyundan öncə artıq bilirdik Arazın heç elədiyini. Bu bizə 2 qat motivasiya oldu. İttifaq 6 xala çıxacağını bilirdik. Ona görə bəli, bu bizə motivasiya oldu. Bir də yəni mövsüm düzdür, hələ bir 6 tur var, amma demək olar ki, artıq zirə o keçən ilki nəticəni ən azı gümüş medalda belə deyək. Ona yaxınıq, amma hələ demək olmaz 6 tur var, 6 xal belə də yəni böyük bir fərq deyil. Sonda hələ Araz Naxçıvanla oyunumuz var. Qızlarlarımızdakı oyunda da yəni irəlidə deyilik ki, xalımız bərabər olsa rahat olaq, amma yəni keçən ilkindən daha belə deyim, keçən il çox xallar yaxın idi. Bu dəfə biraz 6 xal məsafə qoymuşuq, amma yenə də bu bizi rahatlatdı. Bir də son olaraq düşünmək olar mı ki, Kubok Avroliqa baxımından Kubokda Qarabağa keçdirəcəyiz? Bəli, real çıxmaq lazımsa Qarabağa keçid eləyəcəyik. Çünki bizim Avroliqa yolumuz Qarabağın çempionluğundan keçir. Normaldır. Bəli, Qarabağa Kuboku götürməklə bəli onu nəzərdə tuturdum. Kuboku götürsə biz ikinci yer kimi ən azı Avroliqaya gedirik. Ona görə bəli olur, razı keçid eləyirik. bir də bu oyunda məğlub olmağınız gələn turda Qarabağın çempionluğunu elan etməsi demək idi. Həm də yəni bu sizin üçün əlavə necə deyək, təzyiq yaradırdımı komanda? Təzyiq? Bəli. Açığı sizdən eşitdim bunu, xəbərim yox idi. Biz məğlub olsa Qarabağ çempion olurdu. Ya bu dəqiqə real olmaq lazımdır. Elə bir vəziyyətdəyik ki, Qarabağı düşünməyə belə deyim, düşünməli deyilik. Çünki bu tür çempion olmalı. Gələn tur onda belə çıxır ki, solar çempion olurlar. Ona görə durub Qarabağı çempionluqdan eləmək kimi bir fikrimiz yox idi. Belə yəni açığı bilmirəm, oyunçuları xəbərim yoxdur, amma mənim heç xəbərim də yox idi. Sabahda ehtiyatda qalırdın, yəni zirəyə keçdin. Öz performansın zirədə artdı da. Səncə düşünmək olarmı ki, karyeranla bağlı açar sabahdan zirəyə keçməyi? Düzgün addım atdığımı düşünürəm, bəli. Çünki daha çox oynamağa başladım, məşqçi daha çox güvənir mənə. Daimi artıq milli komandaya da dəvət almağa başladım zirədə oynayandan sonra. Bəli, bu mənim karyeramda irəli addım saymaq olur.